adı insan faciəsidir. Biz ekranlardan gördüyümüz çox dəhşətli, heç bir rasional adamın belə deyək, biganə qala bilməyəcək bir mənzərədir. Amma Rasim müəllim də öz sözündə dedi ki, İsrail heç kəsin dayandırma iqtidarını deyil, İsrail öz qarşısına qoyduğu məqsədə, yəni ki, öz dövlət təhlükəsizliyini təmin etmək məsələsində nail olmaq istəyir. Belə olan halda təcavüzkar kim görünür, təcavüzün qurbanı kim görünür? Bilirsiniz, kimisə saxlamaq mümkün deyilsə, bu demək deyil ki, onu qınamaq lazım deyil. Məncə, İsrail hal-hazırda ilk növbədə qınanılmalıdır bu hadisələrə görə. Çünki bir neçə gün ərzində 500-dən artıq adam ölüb, 3000-dən artıq insan yaralanıb. Bu, heç bir halda buna heç bir mənəvi haqq qazandırmaq mümkün deyil. Digər tərəfdən, ərəblər də bu 60 illik tarixdən nəticə çıxartmayıblar. Onlar yenə də diktatorlar idarə edir. Onları yenə də həmin o mollokratiya idarə edir. Onları yenə də həmin o avtoritar prezidentlər idarə edir. Hansı ki, bütün azad sözü, azad ifadəni hamısını boğurlar. Və bu şəraitdə necə ərəb sivilizasiyası inkişaf edə bilər, necə Fələstin inkişaf edə bilər, necə başqa ölkələr inkişaf edə bilər və fikir verin ki, indi bu hadisələr baş verən yerdə Ərəb ölkələri liqası susur, İslam konfransı təşkilatı susur, heç kimin deməli, marağında deyil ki, Fələstinlilər orada ölürlər, onun müdafiəsinə qalsınlar. Susmaq, yəni faktiki susular, iki söz demək, bir söz demək deyil. Eyni zamanda Hamasın da bu hadisələrdə günahı dilə gətirilmir. Hamı bilir ki, bu məsələ tək İsrailin hansısa bir təcavüz planının bir həyata keçirməklə bağlı deyil. Bir həftə bu hadisələrin önündən öncə Hamas özü iman etmişdi ki, o sülhdən İsraildən çıxır və ateşi başladı. Başlayıbsa, yəni bugün hamı düşünür nə eləmək? Heç bir gedib orada qoşun dolub və hamı anlayır ki, kim ora qoşun gətirərsə, həmin o terrorun qurbanına özləri çevirəcəkdir. Yəni, Hamasın hücumlarına məruz qalan, həmin də Avropalar ora qoşun gətirsələr, onlar olacaq. Heç kim getmək istəmir. İsrail deyir ki, ay Misir, gəl, Qazanın məsuliyyətini çək boyuna. Götür nəzarətlə, təmin etkinən ki, oradan ateş olmasın, orada bir sabitlik olsun, orada humanitar yardım gəlsin, orada investisiyalar gəlsin, insanlara şəraiti yaxşı olsun. Misir yaxın durmur. Mən əslində digər bir müsəlman ölkəsindən toxunmaq istəyirəm, İran'a. Yəni, adı məsələn ki, Hamasın çox böyük dəstəyi, əmrələri dəstəyi, maliyyə dəstəyi sır deyil ki, İranla sıx bərabərdir və həm ona görə ki, İran bizim birbaşa qonşumuzdur. İranın sizcə münaqişəyə, siz biraz da eşitməyə başlamışıq ki, İranda minlərlə könüllülər toplaşırlar, Fələstinə getmək istəyir. İranın münaqişəyə cəlb olması ehtimalı nə dərəcə ciddidir və adı məsələn ki, İsrailə əgər hücum olarsa, bu həm də eyni zamanda okeanın ortayından Amerikanın fəallaşması demək olacaq. Yəni, belə bir bədbin ola bilsin ki, pardon olsun, sizi narahat etmir ki, müharibə ehtimalı, sizi narahat etmir ki? Mən sizə bir şey deyim, dünyanın düzəni ümumiyyətlə ədalətsizdir. Azərbaycanlı olaraq biz həmişə dünya beynəlxalq qanunundan danışırıq, beynəlxalq hüquqdan danışırıq. Amma biz gərək onu qəbul edək ki, heç bir hüquq son nöqtəsi deyil beynəlxalq münasibətlərdə. Əsas amil əlbəttə ki, gücdür, əlbəttə ki, müttəfiqlərdir, əlbəttə ki, alyanslardır. Bu baxımdan biz bilirik ki, məsələn, Avropada belə insanları bir həftə ərzində 500 nəfər adam qırılsaydı, hansı addımlar atılacaqdı Avropada? Baxmayacaqlar ki, Hamas günahkardır və ya başqası günahkardır deyəcəklər. Hər iki tərəf günahkardır. Amma ki, bu hadisələr Fələstində baş verir deyə hamı susur. Çünki yenə də təkrar edilən beynəlxalq münasibətlərdə ədalət yoxdur. Yəni, ədalət var da, amma o beynəlxalq qanun deyil. Ədalət gücə əsaslanır. Və bu baxımdan, əgər İran indi, əlbəttə, sizin sualınıza cavab olaraq, əgər İran bu münaqişəyə qatılsa, əlbəttə ki, bu böyük alov yanacaq yaxın şərqdə və bu alovdan heç kəs özünü qoruya bilməyəcək. O cümlədən, əgər bu hadisə, belə bir hadisə baş verirsə, Azərbaycan da buna hazır olmalıdır. Qarabağ münaqişəsinə də təsir edə bilər. Bu, olduqca bütün bu regionu yenidən formalaşdıra biləcək gücdə olan bir alovdur. Ona görə mən onun tərəfdarıyam ki, məncə Azərbaycan hökuməti də bunu eləməlidir.
deməli, Fələstində indi baş verən hadisələr, Qəzza zolağında baş verən hadisələr tezliklə sona çatsın, bu insan tələfatına son qoyulsun ki, yeni provokasiyalar, yeni təxribatlar, yeni alova deməli, şərait yaratmasınlar. Keçən ilin sonunda Milli Məclis